recording. Əvvəl bunu stop eləməyi də bilirdim yalnız. Aya, neçə videoya bu sözlə başlamışam, xəbərim yoxdur. Allah'ım olsun. Deməli, təhması biz bugün danışırıq. Collection Framework ait nümunələr göstərəcəm. Bir proyekt. Ondan sonra exceptionlar barədə danışacağıq. Nə yox? In memory database and nə? And explain olsun yoxsa handling olsun? Explain. Bax, yadına qalsın. Birinci hər şeydən əvvəl bir proyekt adı, class adı yazanda, yəni ad tam olaraq əhatə eləməlidir sənin gördüyün işi və ingiliscə olmalıdır. In memory database and exception explain. Bu da yazılışa camel case deyil. Nə dedilər buna? Camel case altdan xətlə yazandaydı, oydu. Bu Pascal case'dir. O dəvə şeylə yazmaq da. Dəvə şeylə altdan xətlə yazsan. Budur, bax deyəcəm sənə indirəndə. Bircə dəqiqə. Nədir? Camel case budur, bax. Tutaq ki, int. Nə olsun? Tutaq ki də. Alma, altdan xət. Armud, altdan xət. Heyva. Tutaq ki də belə bir adda bir dəyişən elan eləsən. Bu camel case olur. Səhv olmasa buydu da. Qoy bir də səhv deyərəm. Camel ingiliscə necə yazırdı? Camel. Yox, camel case. Birinci kiçik yerdə qalanların sözlərin baş hərfi böyükdür. Bu kebab case adlanır ya da snake case. Bildim. Qarışdırmışam görürsən. Üzr hesab. Bu kebab case'dir, kebab case. Türklərdən keçib. Və ya şeydir, adı nədir? Nə yazıb bura? Snake case, ilan kimi. Bu snake case'dir. Deməli. Snake case. Burada tutaq ki, int. Bir dəyişən adı elan eləyək. Nə? Tutaq ki də in memory data. Tutaq ki də. Bu camel case'dir. Birincisi kiçik, yerdə qalan sözlərin baş hərfi böyük. Bu camel case'dir. Case. Bir də şey var, Pascal case. Pascal case'də düzdür, bu dəyişən adı bununla elan eləmirsən, klass adlarına aiddir. Məsəl üçün, mən bunu Pascal case'də yazmışam, görsən. Bunun da baş hərfi, hamımızın, bütün sözlərin baş hərfi böyük. Bu Pascal case'dir və klass adları Pascal case-lə, dəyişən adları camel case-lə bu nə ilə yazılırdı? O Python'da zaten elə yazılırdı. Yox, bu da istifadə olunurdu. Desin database-dəki camel case şeylər üçün idi. Amma Python'da istifadə olunanda elə istifadə olunur. Altdan xətlə. Neysə, bunlara tutdum. Məsəl üçün, normal arrayləri bilirsən də, array list də arraylərə oxşuyur da, düzdürmü? Bəli. Gəl səndən belə bir iş tutaq ki, o işi biz array ilə tuta bilərik. Bir dənə student klassı yaradıram. Studentin nəyi olar? Adı, familiyası. First name, last name olar, düzdür? Sonra, bəli. Sonra bir dənə integer ID-si olar, düzdür? Düzdür. Olsun, private olsun da. Private olsun.
Ctrl Alt F. Sonra biraz daha çox datadan istifadə eləyək. Sonra nə olsun? Doğum tarixi olsun. Email dedi, var idi. Doğum tarixi. ISO, email, password. Tax ki. Nəysə, doğum tarixi də nə idi? Birth date. Birth date. Private string adres yox. Bir şey görürsən, camel case-də yazdıq bunu. İkinci sözü belə yazmalıyıq hökmən. İndi biz buna qəşəngcənə inkapsulyasiyanı tətbiq edəyək. Bax, private elədik hamısın. Bəli. Gəl bir dənə buna all-args konstruktor verək. Generate eləyək. Set də getdi. All-args konstruktor. Tamam. Gəldilər. Kim gəldi? Nə idi ki o? Batarya səsi idi o, nə idi? Bilmiyorum. Elə bildim Fərid gəldi qoşulmağa. Yox. Hə. Bir də ki, təmazıb bunu belə sıxdıq bura. Bunu sıxdıq bura. Haydi. Bax, qaqa, kod bu sətri keçirsə, avtomatik məsəl indi keçməyib də. Buradan vurursan düşür aşağı. Bəli. Yazı stili olaraq. Bax, buranı keçəndən sonra. Nəysə, o X konstruktor verdik. Getter setləri də olsun da. Niyə olmasın ki? O birisi studentlərdən nəyə əskikdir bunu? Əlbəttə ki. İkisi də birdən. Çak. ID-yə getter setləri vermirlər, amma verək. Bir dənə də toString ataq ki, bunun datalarını ekranda görə bilək. Ay, sağ ol. toString metodu obyektdən gəlir, override olunur hazırda burada student üçün. Bax, studentin ID-si bərabərdir, üstünə ID bu. Return eləyəcək də bütün datalar. Aha, bəli. Ay, sağ ol. Gələm. Bir dənə də servis qururam studentin başına oyun aça bilmək üçün, əməliyyatlar aparmaq üçün. Student servisdə ancaq mənim metodlarım olacaq. Burada da yenə də interfeysdən istifadə edə bilər ya. Aha. Nə interfeysini, hansılar məsəl üçün nələr göstərsin? Hansı funksiyalar olacaq içində? Məsəl üçün də getol eləyək. Sonra nə bilim, istəyirəm həm də qarışıq olmasın. Mainin içində mi yazım sənə göstərim? Array listlə bunun içində mi? Bunda biraz back məntiqi var deyinə. Sənin başın qarışacaq student servisinə. Gəl, ən yaxşısı biz qaydaq mainin içərisinə. Ana bunu delete. Bunda backend məntiqi var abi. Servis mən sənə yazdırıramsa, sən başa düşəsən səni, belə ipin uzun biraz qaçırdan kimi olassan da, bildin necə? Sən əsas mövzuya odaqlanmaq üçün. 100%. Abi, gəl bir dənə array list yaradaq, amma həmişə kimi yox. Bu array listin tipi nə string olsun, nə integer olsun. Bunun tipi student tipində olsun. Student tipində? Hə. Mənim klasım. Klasın tipində yaratdıq, array list yaratdıq. Ay, sağ ol.
Mümkündür İndi o. bas. Yazdım uje görmürsən. Nöqtə add deyirəm. Add Hı metodu hı. var, düzdür? Hı hı. Yazıram bura new studentin konstruktorunu çağırıram. Tutaq ki, bir vergül. Sənin adın nə idi? Təhmasib. Ad, familiya. Sonra vergül. Məndən sonra nə istəyirdi? Soyad istəyirdi, last name. Askerlik. Askerli. Sonra nə istəyirdi məndən? ID. ID. Hə? ID deməklə. ID-ni, first name, last name yazdıq. Email, password, Ne? birthday. Görsə. Email, password, birthday. Deməli sənə bir dənə tehmasib@gmail.com yazıram. Password'ündə olsun 1 2 3 4 5 6. Bir dənə nə qaldı? Birthday-ində Görsə. 1955, hə? Hə. Yazəcəksən. Neçədir səndə? 21.09.93. Dəqiq olsun deyirsən. Hə, 3%. 1993 qaqa. Mən bu ayın, yəni sentyabr ayının doğulmuşam 1-i. Qız vurursan sən də. Hə. Abi bax gördün xətti keçdi. Hə. Yazı stili olaraq ha, yəni bir backend developer olsan, seniordan belə söz eşidə bilərsən. Düzdür, mən ola bilmədim, o sözü də eşidə bilmədim. Ən yaxşısı bıraq baş. Nəysə. Nəysə Hə. elə. Abi, bax bu student listinə bir dənə student tipində obyekt əlavə elədim. Gördün? Bax bu bir dənə obyektdir. Bunu Bəli. belə qısa əlavə elədim. İstəyirsən gəl Fəridin obyektin yaradaq. Yaradaq. Student olsun Fərid. Fərid, new bərabərdir new. New student. ID birdən başlayır təmasib. O boyda database engineersən. Mən şey eləmsən. Nə fərqi var? Ya da alta düşdüm də məncə səhv eləmədim. Sən biri seçmisənsə bu da 0 olsun. Hə, 0,. Bunun adım biləcək bir dənə təmasib. Fərid. Soyadı nə idi? Soyadını bilmirəm. Fərdin soyadı. Əliyev olsun da. Olsun Əliyev. Nə də olsa heç kim deyəməyəcək buna soyaddır. Fərid. Hə? Hə. Ay qaqa bu niyə belə eləyir? Qaqa e-mail yazsan onu e-mail kimi şey verəcək ona. E-mail kim verməli deyil də. Hə. Bax indi Yazıram ona görə. Əliyev, vergül. Sonra nə idi? Sıfırdan sonra vergül əvəzini nöqtə qoymuşam ona görə. Ona görə, hə. Ona görə first name, last name gözünə gəldi. Gözünə gəldi. Özünə gəldi. Email olsun Ferid. @ Ferid. Müayinə olur ya bu. Gözləyir. Ferid @gmail.com gmail.com Bir dənə də vergül. Emaildən sonra password idi də, düzdür? Bəli. Password-də 1 2 3 4 5 6. Sonra bir dənə də birthday idi. Fərid bizdən balacadır elə biləm, 23 yaşdır. Tutaq ki də Fərid olsun 01.01.2003. Ay nə zirk xanı, buna bax 01. Necə ki yazışına bax bunun. Aha. Bunu da salaq buradan, hardan? Aha, aşağı sal. Bax, Təhmasib. Görsən studentə birbaşa da new studentlə bir dənə obyekti şey elədim. Bax bu bir dənə obyekti bunun Fəridə mənimsətdim.
İndi Fəridin özündə əlavə eləyəcəm. Students.add .add deyirəm. Fərid. Fərid. Ay sağ ol. Fərid. Bax bu obyekti Fəridə mənimsətdim. Yəni Fərid özü obyekti. Zaten new student konstruktoru çağırdım, bir dənə obyekt yaradırsan. Bax bunda da promoy, yəni heç nəyə mənimsətmədən səni bir obyekt olaraq verdim studentin içinə. Əla. Gördünmü? Əla. İndi gəl. Skannerlə əslində bütün dataları götürüb bir dənəsində database üzərindən əlavə eləyə bilərik. İndi sizdən bir dənə array listi şey ver, studentsi şey ver, bir dənə Cout elə bir dənə ekrana çıxsın görün nə göstərir. Hə, gözlə. Elə ona sıra çatıb. Görün nə göstərir. Bax, student ID 1, first name təmasib, last name əskərli, emailin zadın gəldi. Sonra student ID-si 0 Fərid, last name bu. Hər biri ayrı-ayrı şeydir. Nədir onun adı? Əliyev, emaili bu, tak. Hə, ayrı-ayrı. Bir də array mötərizəsi açır. Sonra bir şey gətir. Dalğalı mötərizələrin içində də obyektləri şey eləyir. Əlavə eləyir. Və niyə ID-si 1 olan sən, ID-si 0 olan Fəriddən əvvəl gəlirsən? Çünki səni ondan əlavə, Fəridi səndən əvvəldə yaratsam da, sonra da əlavə eləmişəm. Burada əlavə eləmişəm, bildiyin ona görə. Array listə sıra gözlənilir də. Hə. Sıra gözlənilir. Abi bax bu array listin belə xüsusiyyəti var da, yəni bildiyin. Sən bunu tutub array-yə tətbiq eləyə bilərsən. Array-in tipi string olacaq. Yəni hər hansı bir primitiv ya da non-primitiv bir tip olacaq da. Klassının tipində olmayacaq. Və array listdə nələr var? Nələr. Buradan baxdığımız zaman abi linked list məsələsi. Linked list. Açmışdıq da bunu. Aha. Nəhayət o dedin gəldi. Fərid çıx get, davay. Dərsi qurtardır. Nağar be. Rekordlasan kəlmələrin hamısı qeydə alınır nəzərə. Xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə. Hə. Fərid, çox şey qaçmamısan. Şifahi sənin üçün üstündən keçəcəm. Şifahi. Nədir ki bu? Dediklərim. Yəni, mən burada sizi backendin dərinliklərinə salmaq istəmirəm. Salmalı deyirəm də, müəllim də özü də. Yəni, mən əgər eləmək istəsəm, sizinlə gəlib proyektlər yaradaq filan, ora, bura. Mən sizə fərqli bir baxış açısı qazandırmağa çalışıram. Və təbii ki, suallarınız varsa onu aradan qaldırmağa çalışıram. Fərid, deməli mən nə elədim? Bir dənə student klassı yaratdım. Okay. Bu filtlərim var da, ID-si, first name-i, last name-i, email-i, password-ü, birthday-i. Buna bir dənə OAuth konstruktor yazdım. Sonra getter setter verdim. Hə? Nə yazdın? Konstruktor da görmürsən. Hə. O haqqda eşitdin ona görə. Yox, konstruktorun, OAuth konstruktorda, yəni bütün arqumentlərdən ibarət bir konstruktor. Getter setter generate elədik. Bir də string atdım ki, bu studentin obyektin çapa verəndə dataların görə bilim. Və gəldim burada bir dənə students array listi yaratdım. Amma bu student klassının tipində. Görürsən? Ay, sağ ol. Student class tipində. Bunu sən array'də eləyə bilərsən. Bax, in memory database yaranır. Yəni, proqram run olanda bunlar artıq yaddaşa verilir. Yəni, daha doğrusu indidən load olunub yaddaşa verilib.
belə deyək, əgər istifadəsindən data alası olsan, RAM vəziyyətində alasan, yaddaşa veriləcək, amma proqram RAM-dan dayanandan sonra silinəcək. Bax görsən student-isə add metodunu çağırıram. Bir dənə student new student deyirəm. Bax ID-si 1, təhmasib, əsgərlik, Gmail-in yazdım, password-ını yazdım, birth date-ini yazdım. Əlavə elədim bu studentin şeyinə, array listinə. Bir dənə də Fərid obyekti yaratdım. Görsən? Belə də əlavə eləyə bilirəm, yəni. Onu da əlavə elədim studentə. Və studenti çapa verirəm. Çapa verirəm. Görsən? Student ID-si 1, first name, təhvasi, vəskərli, e-maili, password-ü, birth date-i. Sonra ID-si 0 sən gəlirsən, Fərid, last name-i bax. Əliyev yazdıq. Tabii mənim soyadım nədir? E-mail, Fərid, gmail.com, password, bax, hamısı çıxır. İndi sən bunun üstündə dəyişikliklər apara bilərsən. Məsəl üçün də təhmasibin birth date-in güncəlləyə bilərik hər hansı bir metodla filan. Bunun başını çox qarışdırmaq istəmirəm. Yəni array listin belə bir xüsusiyyəti var. Onu göstərdim sizə Abi, ki, bir dənə bayaqki səhifəyə qayıda bilərsən sən zəhmət. hə, Sən bunun obyektin yaratdığı Fərid new Hə. student düzdür. hə. Bu student klasında klasını şey elədi, yarandı düzdür. Aha. Yaratdı. Bunu nəyə Sonra görə elədim Fərid? Bax, ad verdik. obyekt, Obyekti. obyekt abi, obyekt budur. Obyekt budur. Bunu Fərid adında bir dəyişənə mənimsətmişəm sadəcə. Bildin? Bildim. Belə də əlavə elədim. Amma göstərdim ki, belə də bir şey var da. Yəni obyekti heç nəyə mənimsətmədən promoy da əlavə eləyə bilərsən. Bildim mən. Bir də o student klasını ən axırda yazmışdınız, string nə bilim nə. Hə, Onu başa düşmürdüm. o string araşdır abi. Bunu bilsən nədir? Yəni obyekt klassının metodudur. Liboy klassda override eləyirsən, çağıra bilirsən. Görürsən, bax, yazılar görürsən student yazıb, plus ID-sini yazıb, dəyişənin adın, plus dəyişənin özün, first name, dəyişənin özü, plus ara qoy filan ki, ekrana çapa verəndə görə biləsən. Bax, çapa verirəm, run eləyəndə mən görürəm də sən yazıları, düzdür? Çıxdı, düzdür? Ha. Mən gəlib bunu əgər olmasa, tutaq ki də mən bunu atsam kommentariyaya. Bu metodda düzdür. Hə, metoddur. Metod. Aha, bunu da atam da gerek burada. Çık elədim, şu. Gəlsən, bax, run eləsəm. Çapa vermişəm də studentsi. Run eləsəm, bax, heç nə çıxmayacaq. Onların yaddaşdakı adresləri çıxır, görsən? Heap'dəki yerlər çıxır adresləri. Hə, hash kod çıxır. Datanı görə bilmək üçün string metodunu override edirsən. Yəni, bu qədər sadə. String metodun override. Bunu bu desən bunu araşdır. Bunu nə yazıb araşdırma? Yəni, toString metodunu yazasın. String Java ya 2-yə yaz. GPT-yə filan yaz. ToString metodu Java-da nə işə yarayır? Hardan gəlir? Bildim ha. Bildin, hə. Çünki belə detallar çoxdur. Bunu hardan override elədin? Demirəm, bütün klassların super klası obyekt klasıdır. Bütün klassların super klası obyekt klasıdır. Ha, bu avtomatik override olur. Onda belə yazanda bu metod. Hə, də generate edirsən gəlir də, hə. Ha, bildim. Avtomatik gəlir də. Silib ata bilirsən. Yəni belə eləyə bilirsən də. Yoxdur ki. Generate basanda burada toString var, görürsən? Ha. Sağ qatdım gəldi.
Ha, şu. Bu qədər sadə. Onun dilim gəlmir. Özünü ilişdirməyə vaxt itiririk. Əsas mövzudan şey eləmir. Bir Ha. də var dostlar, bilirsiniz ki, array list array ilə eyni məntiqlə işləyir də. Şey var. Array listdə indeksdə müraciət var. Bəli. Məsəl üçün, ID-si 0 olan, tutaq ki, indi biraz burada yer dəyişmə var. Bunu bura atsaq düzələcək o yer dəyişmə. Ctrl V. Məsəl üçün də mən burada student.get 0 da deyə bilirəm. Get tutaq ki də Onda ancaq bir fərdi tutaq ki. məlumatları çıxır da belə çıxır. Hə. Get bir təmas. Get bir təmasibdir. Birinci indeksdə, yəni 0-cı indeksdə sənsən. Hə. Bildin? Bu məntiq var. Aha. Amma linked listdə bu yoxdur. Nə var deyərsən ki? Nə var və bu array listdən nə fərq verir? Qaqa, linked list də indeks teması yoxdur. Hər data gəlir, məsəl üçün, bu node 1-dir. Nodlar oturur. Nodun bir öncəki bağlantısı var, preview'su. Bir də next'i var, bax, next'i. Bax, bu datanın preview'su budur, çak, aşağı ox. Next'i budur, yuxarı ox. Bunun da şeydir də, next'i yoxdur, nulldur. Preview'su babdır, budur. Atıram, nə bilim, bunun next'i budur, preview'su nulldur, əvvəlki. Deyə bilərsən, bu nə işə yarayır? Gəlir, abi, bu axtarış eləyəndə. Bunda get index vermirsən, datanı ötürürsən ki, bunu mənə çıxart da, tutaq ki. Axtarış verəndə gəlir bir-bir axtarır. Bunu yoxlayır, bu deyil. Keçir bunu yoxlayır ki, bu deyil. Nə bilim, bu birisini yoxlayır, deyir, aha, budursa bunu çıxardır. Axtarış bunda, məsəl üçün də bir dənə tutaq ki, linked list ya, Azərbaycan Respublikasının vətəndaşlarının database yığırsan, təmasib. Eşitsən məni, 10 milyon vətəndaşda söhbət gedir də. Bunu linked listdə, database-dədir, dartdın, getdin linked list, bilsən də, yəni database-dəki table-ı, məsəl üçün, mənim student klassım getib student table kimi oturacaq database-ə. Bunu, yəni, hesablaya bilirsən ki, yəni, buradan önce sən görməlisən ki, ID burada bir sütundur, first name sütunu olacaq, last name sütunu olacaq, email sütunu olacaq, düzdür? Hər sətirdəki datada ki, bir obyekt deməkdir də, düzdür? Bunları tutaq ki, dartdım, getdim, array listə yox, linked listə saxladım. Axtarış eləsən, sən təsəvvür elə ki, təhmasib adını axtarsan, gərək 10 milyon adamı yoxlaya da, nə bilim, 6 milyonuncu sırada sansa, gedib orada tapa. Axtarış o endi və çox zəifdir də, yəni, pisdir. Bir-bir axtarır. Array list indeks məntiqi ilə olduğuna görə, sürətlə, məsəl üçün, get 1 milyonuncu desən, tap gedir onu, nöqtə atışı seçir götürür. Və deyə bilərsən, nə mənası var, nə üstünlüyü var, nə alamət farikası var. Odur ki, qaqa, array listin də mənfi bir cəhəti var. Qaqa, array listə hər dəfə təzə element əlavə eləyəndə, bilsən də biz array yaradanda ölçü verirdik də, 10 idi, 20 idi, nə idisə də, yəni əvvəlcədən. Array listə, deyəsən, 10-dan başlayır, 70% ya 80%, neçə faizsə dolandan sonra 2-yə vurulur. 8-dən başlayır, 16 olur. Avtomatik ölçüsü dinamik dəyişir. Hər dəfə təzə element əlavə eləyəndə və siləndə, həmin array listi silib təzədən yaradır, sən görmürsən. Böyük datası olan, məsəl üçün, database-dən yenə deyirəm, getdin, Kapital Bankda oturmuşsan, backend developer kimi database-dəki bütün müştəriləri çəkdin. Array listə. Nəsə dəyişiklik elədin. O boyda datanı təsəvvür elə serverin ana sağlayır da ki, hər dəfə bir dəyişiklik yaparan kimi nəsə, təzə array list yaranır. Təsəvvür bir elementi siləndə yeni bir array list yaranır və bütün yerdə qalan elementlər həmin array listə keçir. Adı dəyişmir array listin. Sən elə bilirsən, heç nə görmürsən də. Elə bilirsən ki, heç bir dəyişiklik olmadı.
indeksasiyanı da yeniləyir də öz. Ay sağ ol. Ona görə. Element əlavə eləyən array listin mənfi xüsusiyyəti. Element axtararkən sürət o bir zamanda tapır, yəni indeksə görə müraciət var. Tap nöqtə atışı tapır. Amma array listə element əlavə eləyəndə və ya element çıxardanda, nəsə bir dəyişiklik aparanda həmin array list yenidən yaradır yaddaşda, yəni söhbət yaddaşdan gedir. Ha, sənin array listin adı dəyişmir. Heç nəyi dəyişmir. Onu yenidən yaradır və bütün dataları onun içine yenidən əlavə edir. Bu array listin mənfisidir. Gələnlərində linked listə, linked list axtarışı o eyni zamanda aparır. İndi algoritmlərin mürəkkəblik dərəcəsi var da. Az çox eşidərsən universitetdə. Ki, axtarışı çox, time kompleksdir. Onun haqqında da çox gözəl Medium məqaləm var, tövsiyə edirəm. Reklamlar. Reklamlar, hə. Allah, həqiqətən qəşəng məqalədir. Əminiz danışıb da, indi uzatmaq istəmirəm. Hə, bu linked listin mənfisi axtarış o eyni zamandadır, amma müsbəti nədir qaqa? Sən linked listə element əlavə eləyəndə və element çıxardanda onu o bir zamanda eləyir. Gəlir, bu next-dən preview'unu nəsə silirsənsə, next-dən preview'unu qırır, çıxardır. Linked listə heç bir dəyişiklik olmur da, yəni olduğu kimi qalır. Bildin? Təzə bir linked list yaratmır yaddaşda. Element əlavə eləyəndə də gəlir, bu ikisini aralayır, davay aralanır, sənin next'in budur, sən də bunun preview'susan. Salır araya. İndeks olmadığı üçün necə saxladığına görə yenidən necə gəldi deyəndə şeydir də, sırasız nodlar, sırasız gəlir bu nodlarla da bunun ikisini aralayır, deyir qardaş, sənin preview'un indən belə budur. Sənin də next'in indən belə budur. Siz konuşursunuz, getdi. Çıxardanda da həmçinin. X-dən deyir next olmaz. Şeydir, Fəxri. İndi bunu biz çıxartmaq istəyəndə get-lə axtarırdıq da. Burada necə eləyirik? Hələ get-lə axtarırsan. Mənim də yadımda deyil abi. Gərək bir linked listin metodlarına baxam indi. Baxam, linked listdə nələr var? Qardaşım. Bax, indi açıram dəftərimi. Əsas xüsusiyyətlərini. Dinamik ölçü. Array listin ölçüsü dinamik olaraq tənzimlənir. Yəni, element əlavə edildikdə böyüyür, çıxardıqda isə kiçilir. Təsadüfi daxil olma. Elementlər indeks əsasən saxlanılır. Bu da hər bir elementə təsadüfi daxil olma imkanı verir. Dublikat elementi icazə, təkrarlanan elementlərə icazə verilir. Sıralı kolleksiya. Elementlər əlavə olunma sırasına görə saxlanılır. Bəzi metodlar, add var, nə bilim, add indeksə görə də element əlavə eləyə bilirsən. Nə belə elementi düzünə də əlavə eləyə bilirsən. Get-i var, set-i var, nə bilim. Gəlir linked listə. Linked list barədə qeydlərim. Linked list Java-da 2 qat bağlı doubly linked siyahı realizasiyasıdır və həm list, həm də DQ interfeysini implement edib. Baba. Görsən linked listi. Görsən bu alçağı. Baba, görsən. Çak DQ-ünü implement edib. DQ-də Q-ünü. Görsən. Elə bil ki, bunun array list elə düzünə qolu da, yəni listə girib. Amma bu bir tərəfdən də bunu çəkib özünə. Baba, Q-ilə. gözlə. Hə, Q-ilə orada qaynaşıb. Deməli, bu o deməkdir ki, linked list həm adi siyahı kimi, həm də iki tərəfli növbə kimi istifadə edilə bilər. Linked list elementlərin əlavə edilmə və çıxarılması zamanı yüksək performans təmin edir. Çünki bu əməliyyatlar əlaqələrin dəyişdirilməsi ilə həyata keçirilir və array listdən fərqli olaraq yeni list yaratmağa ehtiyac yoxdur. Əsas xüsusiyyətləri. 2 qat bağlı. Hər bir element əvvəlki preview həm də növbəti next element göstəricisi saxlayır. Təsadüfi daxil olma zamanı zəif performans. Elementlərə təsadüfi daxil olma zamanı bütün siyahı keçilməlidir. Element əlavə etmə və çıxarma zamanı yüksək performans. Əlavə etmə və çıxarma zamanı yalnız əlaqələr dəyişdirilir, yeni list yaratmır. Dublikat elementə icazə verir. Sıralı kolleksiyadır. Bu da yəni əlavə olunma sırasına görə saxlayır elementi. Array list və linked list fərqlərində də yenə struktura performansda o dediyim kimi də əməliyyatlar tutaq ki də dedim bunları, yox demişim.
Saxlama və yaddaş istifadəsi, nə bilim, element ərab etmə və çıxarma. Bunu dedik. Daxil olma zamanı. Vector Collection Framework hər release-in köhnə versiyasıdır və sinxronlaşdırılır. Bunu yadınızda saxlayın. Stack, yəni stack əməliyyatları üçündür. Nə bilim ki. Hə, indi burada queue da var, iki tərəfli növbədir, sağdan soldan daxil eləyirsən. Bunların hamısının add-di, remove-du metodları var. Yəni nöqtə qoyursan, bir dənə linked list yaz, nöqtə qoy, orada bütün metodları görəsən nə işə yarayır da. Yəni add, remove, add 2 dənə görsən indeks əsasən axtarış, nə bilim elementə görə Ona axtarış. baxmışam. Elə şeyləri var. Setdə də Eyni şeydir. yəni duplikat dataya icazə vermir. Sorted set trisetlə implementasiya olunur. Triseti yaradanda da elementlər sıralı şəkildə saxlanır. Belə şeylər var. Bəli. İndi qardaşlar, gəlin sürətli bir şəkildə biz girək şeyə. Exception handling-ə. Tutaq ki də biz nə bir dənə Onsuz class queue'dan quraq. çox istifadə olunmur axı. Queue- Bir dənə, hə? Onsuz queue'dan çox istifadə Məlumatın olunmur. olsun da. Yo, məlumatım var. Keçən səfər oxudum, qəşəng, maraqlı bir şeydir əslində. Tutaq ki də Arithmetic Operations adlı bir dənə class qururam qardaşlar. Bu classın içində int tutaq ki də a bərabərdir 5 dedim. Int b bərabərdir 0 dedim. System out hətta ki sıvımı dedim. Sort sortu çıxartmayacaq. Pısıvımı şaq elədik. Bunu da ataq bura, Ctrl X deyirəm. Bunu da atıram bura. Gələm sort deyirəm. Yoldaşlar, A bölünsün B-ni ekrana çıxardıram. A Arithmetic exception. böl B. Heç bir exception da vermir. Burada. Verəcək, yəni run-dan sonra, proqramı işlədəndən sonra, hər heç nədən xəbər yoxdur. Gəl bir dənə exceptionlarla bağlı da biz baxaq, görək. Nələr var, nələr. Deməli, Java. Şəkillər deyək. Kimin yaxşı şəkili var ona baxaq. Söhbəti uzadıblar. Böyle. Aha, super. Super. Ay, yox, bunu mən neyim? Save as images. Desktop. Exceptionların iyerarxiyası deyə bir şəkil. Exceptionların iyerarxiyası deyə bir şəkil. Ay, sağ. Yoldaşlar, errorları dedikdə stack overflow, yəni Slowbuldan implement olur. Xətalar iki cürdür, errorlar, exceptionlar. Exceptionlar. Birinci errorlardır. Errorlar bizdən asılı olmayan xətalardır. Qardaş, serverdə bir kompüterdə və yaddaşı dola bilər, düzdür. Məsəl üçün, proqramda bir xəta baş verirsə, qüsur varsa, nə deyirsən, bug var da, deyirsən, düzdür. Bug cücü deməkdir. Bilirsən onu. Bizdə baş dövlətdə müəllimlər var idi. 70-ci illərdə patok otaqları görmüsünüz də. Patok boyda, zal boyda kompüterlərini işləmiş adamlar idi. Adamlar məzardan durub gəlib dərs keçirdilər də belə, yəni o dərəcə. Səhər o qədər həvəslə. Nəysə, bu kompüterlərin sizə nə dərdi olar abi? Onlar yarım keçirdilər deyil də, çoxu diodla zadla işləyirdi. İnan, diodla zadla ramı 5 megabayt, 5 kilobayt zat olanlardır. Təmasıb emailin arxaca girəndə niyə cüzülər olur? İsti olduğuna görə də bu kompüterlərin də içinə
Cüzülər giri. Nəyin içinə girəndə stol? Arxaca girmirsən də. Arxaj nədir qaqa? Heyvanlar sağ. Mən mən başqa şey başa düşmüşdüm. Dedin indi elmi termində, təzə bir şey. Ha dedim arxaca düzdür. Aradı mən də girib. Dəmasi. İsti olduğuna görə də cüzülər girir. O boyda kompüterlərə əvvəl cüzülər yerləşirmiş. Otaq boyda da axı istidir. Diodlar partladırmış, şnurları gəmirirmiş. Deyirmişlər ki, bug var da yəni burada. Oradan elə o bug qalıbdı. Yəni kompüter yanar, dağılar. Bunun bizə aidiyyatı yox da, bizdən asılı olmayan səbəblər var. Yəni Errordur. onun soyutması zadı, onları özləri baxar, error. Exceptionlar. Exceptionlar iki mövqeydən iki cürdür. Niyə iki mövqeydən? Bir, ümumi bütün exceptionlar checked, unchecked deyə iki yerə bölünür. Bir də var runtime, bir də compile time exceptionlar. Qaqa, bunlar ikisi də demək olar ki, eyni şeydir. Necə eyni şeydir? Checked yoxlanılan exceptiondır, unchecked yoxlanılmayan. Abi bax, burada bir dənə exception var, düzdür? Bəli, Bu arithmetic exception verəcək də. bəli. Bu uncheckeddir. Unchecked exception'dır qardaşım. Yəni yoxlanılmadı. İndi mən sənə checked də göstərəcəm. Eyni zamanda runtime exception'dır. Bax görsən arithmetic exception'dır. Runtime. Runtime'dadır. Null pointer exception, number format exception, nə bilim də index out of bound exception bu array'lərdə, stringlərdə olur da. Stringlərin karakterlərinə də indekslə müraciət edirsən. Bəli. Bax, amma məsəl üçün class not found exception alacağıq. Amma onda belə eləməyəcək, yatmayacaq. Gəlirəm burada yazıram. Class nə class? Class'ın for name metodu. Class olmalıdır. Hə. Class nöqtə for name. Onun içine yazıram. Student. Yəni bu metod nə işə yarayır abi? Ümumiyyətcə class proyektin hər hansı bir yerində ümumiyyətcə yazdığın for name, içinə dırnaq içərisində yazdığın class mövcud deyil. Yəni proyektdə olur ki, məsəl üçün 1000 dənə, 2000 dənə class var. Axtara bilmirsən də, deyirsən gör bu var ya yox. Amma görsən buna qırmızı atıb, nə deyir bu? Unhandled exception. Java.lang.class not found exception. Deyir yəni handle olunmamış exception var burada. Görsən? Bəli. Orada class Baba o deyir handle eləməmsən bu exception'ı. Java.lang-dan gələn class not found'u sən handle eləməmisən. Ona görə istifadə eləyə bilmərsən. Bu bax görsən throw satdı bura. Görsən class not found exception'ı atdı metodun imzasına. Müəllim göstərdiyi kimi. Bu checked exception'dır və compile time exception'dır. Çünki bu hal-hazırda compile olunur da. Ben bunu yazıram, gedir yaddaşa oturur, eləyir də, bildin necə? Statik daxı metod. Bəli. Yaddaşa oturur, hesablayır da. Bu öz-özünə bir dənə arxada əməliyyat apardı. Dedi ki, mənə xəbərdarlıq elədi ki, burada bir dənə error var və sən onu handle eləməlisən. Bu checked exception'dır və compile zamanı müəyyən olduğuna görə compile time exception'dır. Amma bu runtime exception'dır. Hələ buna heç nə yazmamışam. Heç nə yazmamışam. Gözlə. Bəli də biri var əvvəldən Sor. JVM şey eləyir də, Java virtual machine. Bu class var ya, C ilə böyük yazmışsan. O ümumiyyətlə not found da, elə bir klassımız yoxdur bizim. Yox, var mı? Yoxdur. Burada bayaqlarım eyni şeyin içindəyik. Görsən. Abi, söhbət ondan gedir. Bax, söhbət ondan gedir ki, bax bunu yazıram, deyir handle elə. Elədim, amma bundan əvvəldə error var axı. Aha, bəli. Unchecked exception'dır. Runtime zamanı müəyyən olunur və mən onu handle eləməmişəm. Ona görə xəta baş verəndə növbəti sətrə keçmir. Əslində bu adı mənə düzgün qaytarmalıdır. İndi mən bunu handle eləyirəm, yəni silirəm buradan. Aha, Silirəm və ya try catch-in içinə alıram da. Try catch-in içinə ataq. Bir dənə silmişlə yoxla istəyirsən.
Silmişdən yoxlayım, yaxşı yoxlayım da. Bunu atıram belə. Bax, proses kod 0, bayaq 1 verirdi. Hə. İndi bu yəqin true false qaytaracaq da mənə, gözləyiyorum. Geriyə nə qaytarır? Return class object. Bunun burasına nöqtə sort yazsam nə olacaq? Aha. Class student var. Amma məsəl üçün də tutaq ki, student 1 yazıram, belə klass yoxdur ki. Yoxdur. Student 1 görsən, process kod 1. Exception atdı da, yəni class not found exception atdı var, görsən. Hə. Handle eləmişəm amma bunu. İndi gəl bura. Mən bunu çıxardıram. Çıxardıram buradan. Bunun içinə bunu atıram. Arithmetic. Catch deyirəm. Exception E. Abi, exception'ın çox şeyi var. Yəni, E-ni çapa verə bilərəm. Sort deyirəm. E nöqtə print stack trace var. Bu metod xətanı üzə çıxardır da, elə bil ki, mətnin verir sənə. Görsən. Baba, burada exception baş verdi, düzdür? Aha. Exception atır, amma yenə cavab çıxartdı aşağıdakı. Növbət sətri keçdi, gördün. Catch-də bunu çıxartdı. Aha, bəli. Bayaq keçmirdi ki, abi. Bəli, keçmirdi. Keçmirdi, amma indi keçdi. Cavab verdi. Çünki try catch Runtime exception'ı try catch-la handle eləməyin üstünlüyü budur ki, proqram dayanmır. Bəli. Bildin? Əgər bu try catch-la handle olmayıbsa, error baş verən kimi atılır və proqram qırılır da, bildin? Bəli. Ondan sonraki sətri keçmir. Bəli. Amma handle eləyəndə catch-də xətanın mesajını çıxardır və yoluna davam edir. Söhbət ondan gedir. Bəli. Və bu xətalar indi burada bölünüb də. Bu xətalar iki cürdür. Bir buradakılar class not found, SQL exception var. Database-ə qoşulursan insən. Input output exceptionlar var. Bunlar compile time exception'dır. Class not found'da compile time gördük də, yəni. Həm compile time exception'dır, həm də nə exception idi? Checked exception'dır. Yəni compile zamanı yoxlanılır axı, check olunur. Runtime exception'lar unchecked exception'dır və altında bunlardır. Arithmetic exception'dan nümunəni verdik. Null pointer var, number format var. Çünki datetime məsələləri var da, yəni zaman tipləri var. Aha. Amerikan formatı var, İngilis formatı var. Düzgün daxil eləməlisən də datanı. Index out of bound var. Məsəl üçün də array-in dünən müəllim göstərdi ki, də 5 elementdə array-in 6-cı elementinə müraciət edirsən, xəta vermir, run eləyəndə xəta verir. Bu runtime-da adı görsən, adından görsən. Unchecked. Yəni belə şeyləri var. Bunlar da hansı metodun içində əməliyyat yazmısansa, orada xəta çıxa bilərsə, bunu try catch-lə handle edirsən. Və ya məsəl üçün də throws məsələsi var. Throw-la atılan exceptionlar biz atdığımızdır. Bax, indi bura throw-la başqa bir şey ata bilərəm. Dünən müəllim nə atmışdı? Bunu mən atdım. Bunu mən atdım. Throw-la atılan exceptionlar məsəl üçün var da, throw, new, nə bilim nə yazırsan. Amma throws-la atılan, bunu mən özüm handle eləmədim. Bunu Java atdı. Buna görə throws-la yazılanları Java atır. Amma bu burada olmasa, görsən, bunu silirəm, handle eləmirəm. Bu yenidən error verəcək. Mən bunu iş orasındadır ki, bax, Ctrl-X eləyirəm. Mən bunu try catch-in içinə atıram. Düşürəm aşağı. Gözləyirəm. Aha. Tutaq ki də E nöqtə print stack trace. Getdi, görsən. Throw-la nəyi vermək orada? Throw-nu nə bilim nə.
Sronio illegal var. Arithmetic. İmena şeyin adını verirsən də. Nə idi onun adı? Ee, hansı tip şey verəcək? Exception verəcək. Hə. Məhli yadımda qaldı, bilmədim. Gözlə. Gözlə. Hansı köhnə EA-lardan kim var? Köhnə EA-lardan. Neyse, GPT var. Ha, illegal argument da tutaq ki. Aha. Sıra sıfır. Bunu ata bilərik məsəl üçün. Yazıram this class not found. Bunu da student 1 eləyək. Exception ikisində var. Kod, exit kod 1 qaytarır. Bu exit kodlar məsələsi də var ha, yəni xətanın harda baş verdiyinə dair. 10-cu sətirdə mənə deyir ki, budur, bunda error atıb, arithmetik atdı. O sırası şey eləmək qaqa, onu şey ver. Exception E'nin o şeyi ver da. Ya get message kimi ver ya da ki şey. Elə Sən get verirdin. mesajını verim. Düzləyirsən. Sen özün verirdin. Neydi onun adı? Bayaq yazdın. Print stack trace. Aysa o. Aha. Çək. Baba görsən arithmetic exception atandan sonra 10-cu sətirdə. Bəli. Gəldi illegal argument atdı və create breakpoint'ı da this class not found. Bunu mən özüm yazmışam bura, görsən. Bəli. Və ya düzgün bir class olsa, Bir dənə Aysa keçsi. Class student. Bu işlədi, hə. Yəni Bu true işin- verdi də. Hə, true verdi. Deməli, belə. Yəni belə şeylər var da. Java atır Srovs'la burada da handle eləyə bilərsən, amma o yaxşı variant deyil. Try-catch-lə yazmaq yaxşı variantdır ki, Signature da. metod signature atanda o onu Java atır. Amma handle-a bassan özü atır. Amma try-catch-lə sən atmış olursan və sən handle eləməyin daha yaxşıdır. Belə şeylər. Başqa sual olan var, nəsə soruşmaq istəyirəm. Yox abi, heç bir sualım yoxdur. Qəşəng. Mən öyrəndim xeyli şey. Fərid, sən Yox. gələn dərs inşallah threadlərə girək. İnşallah qədər. Olar. Çalışacağım mümkün qədər qısa yoldan öyrədim ki, nə işə yarayır onu biləsiz. Çox dərinə getməyəcəm. 100%. Belə şeylər. Mən rekordu dayandırım. Dayan. Videonun vaxtı uzanmaz.